12 və 16 olan rombun diagonallarının kəsmə nöqtəsindən tərəfinə qədər məsafəni tapın. Tutalım bir romb var və rombun diagonallarının kəsişmə nöqtəsi. Rombun diagonalları romb parallelogram olduğu üçün kəsişir və kəsişmə nöqtəsində yarı bölünür. Yəni 16 olanın yarısını 8, 8, 12 olan yarısını 6, 6 götürək. Rombun diagonalları həmişə perpendikulyardır. Kəsmə nöqtəsindən tərəfinə qədər olan məsafə bizdən tələb olunur. Yəni bu perpendikulyar belə deyək. Rombun tərəfini Pifaqor teoreminə görə tapa bilərik ki, katetləri 6 və 8 olduğu üçün 6-ın kvadratı ilə 8-in kvadratı 100 edir. Toplamda deməli rombun tərəfi 10-dur. Və burada bir düz bucaqlı üçbucaq olduğu üçün 8 vurulsun 6, yəni katetlərin hasili hipotenuz vurulsun hipotenuza çəkilən hündürlüyə bərabər olmalıdır. Yəni h və buradan da h bərabərdir 48 bölünsün 10 bərabərdir 4,8 olduğunu taparıq.